buğda üyüdüldükdə kütləsinin 80% qədər un alınır. Nə qədər buğda üyütmək lazımdır ki, 192 kiloqram un alınsın? Deməli, 80% 192 olan ədədi biz axtarırıq. Çünki bizə un lazımdır, un da 80%dir. 80%-i 192-dirsə, 100% x desək, buradan x bərabərdir. 192 vur 100 bölünsün 80, ixtisar aparsaq 20-yə, 5, burada 4 olacaq. 192-ni 4-ə bölsək, 48 alırıq. 48-i də 5-ə vursaq, cavab 240 kiloqram. A variantı. Bərabər tərəfli üçbucağın perimetri 18 cm olarsa, onun hündürlüyünü tapın. Perimetri 18-dirsə, biz 18-i 3-ə bölsək, üçbucağın tərəfini tapırıq. Və hündürlüyü birbaşa düstur kimdə yaza bilərik? Yəni, A kök altda 3 bölü 2-dir. Hündürlük, median və tən bölən bərabər tərəfli üçbucaqda A kök altda 3 bölü 2-dir. Buradan 6 kök altda 3 bölü 2, 3 kök altda 3 olar. Və yaxud da bərabər tərəfli üçbucağı çəksək, burada hündürlüyü çəksək, düzbucaqlı üçbucaqdan istifadə edə bilərik. 30 dərəcənin uzaq qarşıda katet 3-dürsə, çünki hündürlük həm də mediandır. Bunda 60 dərəcənin qarşısındakı katet 3 kök altda 3 olacaq. Tərəf 6-dır. Ya da Pifagor teoremindən biz 36-dan 6-nın kvadratından 3-ün kvadratını çıxıb kök altda 27, yəni 3 kök altda 3 alırıq. Cavab B variantı. Hesablayın. 1,5-də 3 bölünsün, mənfi 5-də 2, üstəgəl 3-də 2. 15-də 18, birinci kəsiri düzgün olmayan kəsiri çevirdik. Bölünsün, mənfi 15-də 6, üstəgəl 15-də 10. Bərabərdir. 15-də 18 bölünsün 15-də 4. 15-də 18 vurulsun 4-də 15. İxtisar aparsaq 18 böl 4 olacaq 4,5. Cavab Y bəndi. Sadələşdirin. Modulda kök altda 5 çıx 2, üstəgəlisi modulda kök altda 5 çıx 4. Kök altda 5 ədədi 2 ilə 3 arasında bir ədəddir. Ona görə birinci ifadənin qiyməti müsbətdir. İkinci mənfidir. Müsbətin ədədin modulu özünə bərabərdir. Kök altda 5 çıx 2, üstəgəlisi mənfi ədədin modulu həmin ədədin əksidir. 4 çıxsın kök altda 5. Kök altda 5-lər burada islah olacaq. Mənfi 2 üstəgəl 4, cavab 2A variantı. Tərəfi 12 cm olan kvadratın sahəsi eni 9 cm olan düzbucağın sahəsinə bərabərdir. Düzbucağın uzunluğunu tap. Tərəfi 12 olan kvadratın sahəsi 12-nin kvadratına bərabərdir, yəni 144-dür. Düzbucağın sahəsi isə eni ilə uzunluğun hasil olduğundan 144-ü biz 9-a bölsək 16 alırıq. Cavab B variantı. Rombun iki bucağının cəmi 84 dərəcə olarsa, onun kiçik bucağı neçə dərəcədir? Rombun iki bucağının cəmi 84 dərəcədir. Deməli, bu rombun qarşı bucaqlarıdır. Çünki rombun bir tərəfinin iki bucaqlarının cəmi 180 dərəcədir. Qarşı bucaqlar da bir-birinə bərabər olduğundan 84-ü 2-yə bölsək, rombun iti bucağının 42 dərəcə olduğunu alırıq. Cavab C variantı. Sadələşdirin. 10A kubu bölünsün B kvadrat vurulsun B kubu bölünsün 5A kvadrat. Burada ixtisarlar eləsək, 10 ilə 5 ixtisar eləsək 2 qalacaq. A kubu ilə A kvadratı ixtisar eləsək, burada A qalacaq. B kubu ilə B kvadratı ixtisar eləsək, burada bir B qalacaq. Deməli, cavab olacaq 2AB Y variantı.
X bölünsün 2 çıxılsın 1 kiçikdir. X plus 2 bərabərsizliyin ən kiçik tam həllini tapın. Bərabərsizliyin hər iki tərəfini 2'ye vursaq, alırıq x çıxılsın 2 kiçikdir 2x plus 4. Mənfi x kiçikdir 6'dan, x böyükdür mənfi 6'dan. Bərabərsizliyin ən kiçik həlli mənfi 6'dan böyük ən kiçik ədəd mənfi 5'dir. Cavab A variantı. İki tərəfinin uzunluqları 3 və 7 olan üçbucaqlardan neçəsi bərabər yanlı üçbucaqdır? Təbii ki, burada iki variant var. Onlardan olan için biri veyahut da hər ikisi olmaya bilər. Deməli 3 və 7 ola bilər və yaxud da 7 3 ola bilər. Təbii ki, birinci üçbucaq mümkün değil olması. Çünki üçbucaq bərabərsizliyi pozulur. İki tərəfin cəmi üçüncü tərəfdən kiçikdir. Bu isə ola bilməz. Deməli, belə üçbucaqların sayı 1'dir. Və aydındır ki, burada həmişə 1 və ya 2 olacaq. Yəni heç olmamaq mümkün değil. Ya 1 və ya 2'dir. Bizim halda isə deməli, bu üçbucaq ola bilməz. Ona görə bir variant vardır. Cavab A variantıdır. A bölünsün 9 bərabər B bölünsün 5 və A plus B bərabər 84 olarsa A'nı tapın. Buradan A bölünsün B 9 bölünsün 5 olduğundan A bərabərdir 9K, B bərabərdir 5K'dır. Deməli 14K bərabərdir 84, K bərabərdir 6'dır. A 9K olduğundan 9 vur 6, 54 cavab Y. Deməli şəklə əsasən biz KDY-ni tapmalıyıq. C nöqtəsindən BF və DK'ya paralel düz xətlər çəksək, deməli ABF 35 olduğundan buna bir L hərfi ilə işarə etsək, BCL də 35 olacaq, çünki uyğun bucaqlardır. Eyni qayda ilə KDY bucağı bir alfa desək, LCD bucağı da alfa olacaq. Deməli 35 plus alfa bərabər 90 olacaq. Alfa bərabərdir 55. Cavab C variantı. Hündürlüyü 5 cm, orta xətti 12 cm olan trapesiyanın sahəsini tapın. Trapesiyanın sahəsi orta xətti bu hündürlükdür. Yəni 5 vurulsun 12 bərabərdir 60 olar. Cavab Y variantı. Modulda x-1 böyük bərabər 1 bərabərsizliyini həll edin. Bu iki bərabərsizliyin həllərinin birləşməsidir bu bərabərsizlik. Yəni ya x-1 böyük bərabər 1 olmalıdır və ya x-1 kiçik bərabərdir mənfi 1 olmalıdır. Birincidən alırıq ki, x böyük bərabərdir 2'dir. İkincidən x kiçik bərabərdir 0. Yəni mənfi sonsuzluqdan 0'a qədər birləşməz 2 müsbət sonsuzluq. Cavab A'dır. X'in hansı müsbət qiymətində x-5 bölünsün x kvadrat çıx 9 kəsirinin mənası yoxdur. Kəsirin mənasının olmaması üçün onun məxrəcindəki ifadə 0'a bərabər olmalıdır. Yəni x kvadrat çıx 9 bərabər 0 olmalıdır. Çünki 0'a bölmə yoxdur. Burada x kvadrat bərabərdir 9, x bərabərdir müsbət mənfi 3. Hansı müsbət qiymətində dediyinə görə cavab 3'dür.
4 ədədin ədədi ortası 2,5 olarsa, bu ədədlərin cəmini tapın. Ədədi orta ədədlərin cəminin onların sayına olan nisbətidir. 4 ədəd olduğundan bu ədədlərin cəmi 2,5 vurulsun 4 bərabərdir 10 olar. Cavab 10'dur. A bərabərdir A, B, C, D çoxluğu 2 elementli A çoxluqlarının sayını tapın. A, B, A, C, A, D, B, C, B, D ve C, D. Yani 3 üste gel 2 üste gel 1 beraberdir 6 olar. Veyahut da kimisi kombinizon bilirse bu 4 əsasdan 2 ile hesaplanabilir. 4 vurulsun 3 bölünsün 1 vurulsun 2 beraberdir 6. Cevap 6'dır. X üstü 5 plus 4 üstü 7 vurulsun x üstü 5 çıxılsın 1 üstü n çoxhəddisinin dərəcəsi 45 olarsa n'i tapın. Çoxhəddinin dərəcəsi bu çoxhəddidəki ən yüksək dərəcəli bir həddinin dərəcəsinə bərabərdir. Birincidə yüksək dərəcə 5 vurulsun 7'dir, yəni 35 dərəcədir. Birinci çoxhəddinin dərəcəsi. İkinci çoxhəddinin dərəcəsi isə 5 vurulsun n'dir. Və onların hasili olduğundan qüvvətlər toplanacaq. Bərabərdir 45. 5n bərabərdir 10. N bərabərdir 2 olar. Cavab 2'dir. Hesablayın əbob n plus 4, n plus 5. n plus 4 və n plus 5 ədədləri ardıcıl ədədlər olduğundan onların əbobu 1'ə bərabərdir. Cavab 1'dir. X kvadrat çıxılsın k plus 1x üstə gəlsin k bərabər 0 kvadrat təninin köklərindən biri 2 olarsa digər kökü tapın. Tənin köklərindən biri 2 olduğundan deməli x'in yerinə biz 2 yazsaq bu doğru bərabərliyə çevrilər. 4 çıxılsın k plus 1 vurulsun 2 üstə gəlsin k bərabərdir 0. 4 çıxılsın 2k çıxılsın 2 üstə gəlsin k bərabərdir 0. 2 çıxılsın k bərabərdir 0. K bərabərdir 2. Deməli biz k'nı tapdıq. Viet teoreminə əsasən tənliyin köklər hasili x1 vur x2 2'ye bərabərdir. Daha doğrusu k'ya bərabərdir. Yəni k da 2'dir. Köklərdən biri 2'dir. Digər kökü buradan tapa bilərik. x2 bərabərdir 1 olar. Cavab 1'dir. Perimetri 12 cm olan düzgün altıbucaqlının kiçik diagonalını tapın. Altıbucaqlının kiçik diagonalı tərəfin kök adlı üçüncüsü ilə bərabərdir. Böyük diagonalı isə tərəfdən 2 dəfə çoxdur. Yəni bu böyük diagonal, o isə kiçik diagonaldır. Qalan diagonallar bu diagonallara bərabərdir. Tərəf A'dırsa 120 dərəcə və 30 dərəcə olduğundan bura A kök adlı 3 olacaq. Onu düz bucaqlı bıçaqdan da tapa bilərik buradan. Deməli, kiçik diagonal tərəfin kök adlı üçümüsünə bərabərdir. Perimetr 12 cm olduğundan tərəf 12 bölünsün 6 bərabərdir 2 olar. Kiçik diagonal, diagonal kiçik bərabərdir 2 kök adlı 3. Cavab 2 kök adlı 3'tür. X kvadrat çıxılsın 4 vurulsun x plus 3 kiçikdir 0 bərabərsiyinin ən böyük tam həlli neçədir? Bunun üçün sol tərəfdəki ifadənin əvvəlcə sıfırlarını tapmalıyıq. X kvadrat çıx 4 x minus 2 vurulsun x plus 2'dir. Vurulsun x plus 3 kiçikdir 0.
Tənliyin kökləri biri x1 bərabərdir 2-dir, x2 bərabərdir -2, x3 bərabərdir -3-dür. Bunları ədəd oxumda qeyd eləsək, -3, -2 və 2. Sınaq nöqtəsi götürsək, 2-dən sağda bu ifadənin işarəsi müsbət olacaq. -2 ilə 2 arasında mənfi olacaq. -3 və -2 arasında müsbət olacaq. -3-dən kiçik olduqda isə x ifadənin işarəsi mənfi olacaq. Deməli, bərabərsizliyin həlli mənfi sonsuzluqdan -3-ə, birləşmə -2-dən 2-yədir. Bu bərabərsizliyin ən böyük tam həlli, yəni mənfi sonsuzluq -3, birləşmə -2. İki aralığında ən böyük həll 1-ə bərabərdir. İti bucağı 30 dərəcə, tərəflərin nisbəti 1-2 olan paralleqramın sahəsi 36-dır. Paralleqramın perimetrini tapın. Paralleqramın iti bucağı 30 dərəcədir. Tərəflərindən biri 2x, biri x olsun. Hündürlüyü çəksək, hündürlük bu tərəfin yarısı olacaq. Çünki 30 dərəcə bucaq qarşıda katet hipotenuzun yarısıdır. Hündürlük də x olacaq. Onda x vurulsun x paralleqramın sahəsidir. Bərabərdir 36. X bərabərdir 6 olar. Onda paralleqramın tərəfləri 6 və 12 olacaq. 12 və 6 olacaq. Perimetri 2 vurulsun 6 plus 12 bərabərdir 36 olar. X kvadrat çıxılsın 7x minus 2 bərabər 0 olarsa, x minus 2 vurulsun x minus 5 ifadəsinin qiymətini tapın. Vurmanın paylama qanunu əsasən x minus 2-ni x minus 5-ə vursaq, bunların x kvadrat çıxılsın 5x, çıxılsın 2x, üstə gəlsin 10 bərabərdir. X kvadrat çıx 7x plus 10. X kvadrat çıx 7x 2-yə bərabər olduğundan, yəni 2-ni sağ tərəfə keçirsək, x kvadrat çıx 7x bərabər 2 olar. Deməli, bu ifadənin qiyməti 2-dir. 2 plus 10 bərabərdir 12 olar. A kvadrat plus AB bərabərdir 21. B kvadrat plus AB bərabər 28 tənliklər sistemindən modul A plus B-ni tapın. Onda biz alırıq ki, A kvadrat plus AB üstə gəlinsin B kvadrat plus AB 49-a bərabərdir. Yəni, bərabərlikləri topladıq. Onda A kvadrat üstə gəl 2AB üstə gəl B kvadrat bərabərdir 49 alırıq. A plus B'nin kvadratı 49 olduğundan modul A plus B 7-yə bərabərdir. A nöqtəsinin çevrəyə düz bucaq əmələ gətirən iki toxunan çəkilmişdir. A nöqtəsinin çevrənin O mərkəzinə qədər məsafə 9,2 cm olarsa, çevrənin uzunluğunu tapın. Əvvəlcə bilirik ki, toxunanların çevrəyə qədər məsafələri bərabərdir. Yəni, AM A-nə bərabərdir. Və A ilə onu birləşdirsək, AO tən böləndir. Deməli, AO bizdə 9,2-dir. Radius, yəni OM toxunana perpendikulyardır. AM perpendikulyardır. OM toxunanın xassəsidir. Və AO tən bölən olduğundan AO tən böləndir. Çünki burada bərabər bucaqlar alınır. Deməli, bucaqlar 45 dərəcə olacaq. Deməli, AMO düz bucaqlı bucaqdır və iti bucaqları 45 dərəcədir. Yəni, belə bir şəkil çəksək, kənarda AO 9,2-dir, hipotenuz
və bucaqlar da 45 dərəcədir. Yəni bərabər yanlı düz bucaqlı bucaqdır. Katetlərə x desək, 2x kvadrat bərabərdir 81 vur 2 olar. Pifaqor teoreminə əsasən x kvadrat 81'dir, x bərabər 9'dur. Və yaxud da a kökdə 2 olduğundan birbaşa 9 kökdə 2'ni kökdə 2'ye bölüb də yaza bilərdik. Yəni OM-i tapmaq üçün, yəni bura OM-dir. OM çünki radiusdur. OM bərabərdir 9 kökdə 2 bölü kökdə 2 bərabər 9 olar. Radius 9 olduğundan çevrənin uzunluğu L bərabərdir 2 pi r olduğundan 18 pi olar. Cavab 18 pi'dir.